Bəzən elə anlar olur ki, insan qürurlanır da. O anlardan biri nədir? Məsələn, o gün bir uşaq var idi. Mən o doğumda balaca ürəyini əlimlə masaj eləmişdim. Büyüm yekə kişi olub, heç bir problemsiz qarşıma gəlmişdi. Bir də bəzən görürsən, uşaq ağır gəlir, belə statusda gəlir, sudurqasını durdurmaq olmur. Çox çətin bir dönəm olur. Amma üstündən bir həftə, 10 gün keçəndən sonra sənin qabağında heç bir problemsiz oturur. Bu durumlar insanı qürurlandırır həqiqətən. Allah sizdən razı olsun. Biz sizi təbrik edirik. O günü gələndə, təcili yardıma gələndə belə valideynlərin təlaşı, uşağın vəziyyətini görüb, əlbəttə biz də bir həkim olaraq, yəni pis vəziyyətə qalmışdı. Amma Allaha şükür hər şeyi doğru düzgün, burada nə lazım? Doğru düzgün yönəltmək, doğru düzgün müalicə, ekip işidir də bu. Yəni xəstənin vəziyyətdən çıxarılması bütün bizim komandamızın işi oldu. Yəni gördük. Oktay doktor da çox əziyyət çəkdi. Oktay Xəlilov doktor çox əziyyət çəkdi. Ondan sonra biz gördük, Babək qardaşımız da sağ olsun. epileptik statusda olduğu aşkarlandı. Müalicəsini verdik. Altda yatan səbəbinə görə də müalicəsini elədik. Allaha şükür üçüncü gündən sonra şuuru aydınlaşdı. Artıq bizlə dava eləməyə başladı. Bugün də bütün hamılıqla üzümüz gülür də. Bütün balalarımız belə inşallah ki, Üzümüzü gözlərsün. Sağ olun. Təbrik ediyorum.